Vaxtınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəhovun namizədliyi irəli sürülüb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında deyib. Azərbaycan və İran hərbi qulluqçuların iştirakı ilə keçirilən Araz 2025 birgə təlimi uğurla başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bu il Qurban Bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6-sı və 7-si Qurban Bayramı günlərinə təsadüf edir. Belə ki, bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 9 iyun qeyri-iş günü olacaq. Beləliklə 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban Bayramında 4 gün ardıcıl olaraq qeyri-iş günü olacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı bu ölkəyə başsağlığı verib. Bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Bu gün olan xəbərlərimiz bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.